Salam değerli izleyiciler, 17 oktyabr 2025-ci il Qarabağın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub və bu biznesin nədən ibarət olduğunu diqqətinizə çatdıracağım. Zəhmət olmasa öncə burada üstəgəl işarəsinə vurub kanalımıza abunə ola bilərsiniz. Sport 1-in məlumatına görə Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb. Kampaniya Adidas, Joma, Jacquard şirkətlərinin Azərbaycanda rəsmi distributorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş etmək olur. Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət Zirə, Turan, Tovuz və Şəfadan gedir. Qeyd edək ki, bir müddət öncə mediada Qurban Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Lakin məsələnin əsli başqadır. Belə ki, Şəfa klubu Qurbanovun şirkətindən Jako formaları, idman dəstləri sifariş verib, geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət ambarda olan Adidas formalarını Şəfaya verməli olub.